İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın gözəl ölkəmizin gözəl şəhərlərinə, Gəncəyə, Bərdəyə raket atəşi ilə günahsız insanları terrora qurban edən terroristlər Arayik Arutunyan, Baku Sakyan və digərləri bugün artıq Azərbaycandadır. Onlar məhkəmədə yargılanır. Türkiyədən fərqli olaraq biz terroristlə masaya oturmuruq. Terroristin canını alırıq. Baxın, bugün onlar məhkəmədə əlləri qandallı yargılanır. Hal-hazırda da onlar məhkəmədədir. Böyük bir məhkəmədədir. Və mən buradan təklif irəli sürürəm ki, dövlət rəhbərimiz qabağında edamı gətirin. Bu tip terroristlərə, Arayik Arutunyanlara, Baku Sakyanlara edamı gətirin. Meydanda, Azadlıq meydanında xalqın gözü önündə bu terroristləri edam edin. Baxın, mənim dövlət rəhbərliyimiz və cənab Əliyevin qarşısında təklifim bundan ibarətdir. Bunlara həbs yox, bunlara edam yaraşır. Bunlar 2-ci Qarabağ savaşı dönəmində Qarabağda həlledici döyüşlərdə gedə-gedə bunlar bizim gözəl şəhərlərimiz Gəncəni, Bərdəni, Ağdamı, Mingəçeviri raket atəşinə tutdular. Orada milyonlarla bizim Azərbaycanlı türk bacı qardaşlarımız o terrorun qurbanı oldu. Təsəvvür edin. Neçə ailələr məhv oldu. O dağıntılar altında qaldı. O terrorun qurbanı oldu. Onun üçün də edam gəlsin. Bu terroristlərə edam şərtdir.